Salam olsun izləyicilərimizə. Həmişəki kimi ət almaq üçün yollandım Ramanın Şuşa qəsəbəsinə. Burada Rəşad Ət Dünyası. Həm ətlərimi həmişə oradan alıram, ət məhsullarımı. Burada sağ olsun Xaliq Usta. Əllərinə sağlıq. İstədiyimiz ətin hissələrindən bizim üçün ayırıb, kəsib, doğrayıb verir. Əlləri var olsun. Yəni onlar heyvanları bərdə heyvanlardır. Çox ləzzətli, dadlı olur. Sağ olsun. Ət məhsulumu aldım, gətirirəm mən evə. Onların sümürüsünü addenlə doğrayıram və çəkilməli ətləri addenlə ki, gələcəkdə katilli dolmaya bişirmək üçün. Və ətlərimizi hazırlayıram. Burada bir dənə də dananın qabırğasını almışam. Şapalaq deyəndə böyük şapalaq gedir də bu. Bunun ağlımdan keçdi ki, bunu hazırlayıb bastırmaya vurum və falqanın içində təndirdə bişirim. Elə də etdim. Soğan doğradım, qəşəng. Duzun, istiyotun, kəkotunu qarışdırdım. Bir də dostlar, mən duz, istiyotu, kəkotunu hamısını soğana qatıram. Soğanı biraz qarışdırıram ki, tez həll olsun. İstətə duz vurmuram. Bunun içində əti qarışdırıram. Onda mənim üçün daha yaxşı olur. Yəni belə daha yaxşı olur mənim üçün, yenə də deyirəm. Və əti vururam onda bastırmaya. Gördüyünüz kimi və bastırmada harca 2-3 saat, nə bilim 5 saat da saxlaya bilərsiniz. İndi baxır da biraz qaldı amma belə soğan qarışanda daha tez oturur ətə. Bunun əti vurdum bastırmaya, sonra təndirimi hazırladım. Təndir hazır olduqdan sonra falyanı açdım, yağlı kağızı hazırladım. Bir də bunu ağlıma keçdi ki, alt hissəsinə, ətin alt hissəsinə təzə yenicə çıxmış kartoşkalardan qoyum. Yenicə çıxmış kartoşkalar biraz sarıdı, qabıqsız olur da, belə qəşəng olur. Ətin alt hissəsindən qoydum və əti də qoydum onun üzərindən. Ki, ətin soku oturub kartoşkaya. Ətin soku oturanda o biraz tamlı olur. Fərqli olur da, fərqli üsuldan. Yenə deyirəm, mən yəni həvəskaram indi, peşəkar deyiləm, amma xoşlayıram özüm üçün belə fərqli yeməklər hazırlamağı. Belə kartoşkanı düzdükdən sonra əti də onun üstünə yerləşdirirəm və büküb hazırlayıram təndir üçün. Bu arada fürsətdən istifadə edib bütün hər kəsin Ramazan bayramını təbrik edirəm. Allah oruç tutanların, namaz qılanların orucun namazını qəbul etsin inşallah. Bir də özüm də bacardığım qədər videolarımı iftardan sonra paylaşıram. Allah sizlərdən razı olsun. Abunə olmağı unutmayın. Dostlar, yəni falqanı bükdüm, hazırladım və təndir üçün hazır elədim. Və bu arada təndiri yoxladım, gördüm ki, köz uyğundur. Yəni ətimizi bişirməyə dəyər. Közü təndiri hazırladım və qabı yerləşdirdim təndirə. Təndirin istisi təndir hazır vəziyyətdədir, gördüyünüz kimi. Və təndirin qapağını bağlayıram. Hardasa bir saat yarım belə götürək. Saat yarıma o həll olur. Və gəlib açıram, belə. İnanın ki, hələ bir yarım saatdan sonra ətri təndirdən bayra vururdu ki, bu ətin iyi, ətri bayra vurur ki, adam məst eləyirdi. Ətimiz hazırdır, dadına baxmaq olar. Gördüyünüz kimi, pləkin pişib. Kartoşka da altında elə olur ki, indi necə deyim sizə, çox dadlı və ləzzətli. Yenə də videoların haqqında dediyim kimi, göz haqqınızı halal edin. Bəyənən əlləriniz var olsun. Təşəkkür edirəm hər kəsə. Sağ olun, gələn videolarımızda görüşənədək.